Prezident Trump'ın yanaşması isə fərqli idi. O sülhsevər bir insandır və sülhü gətirə biləcək insandır. Dünyanın müxtəlif yerlərində o dəfələrlə artıq qeyd edib ki, o 8 münaqişəyə son qoyub dünyanın müxtəlif bölgələrində. Bu onun təbiətidir, bu onun baxışıdır və onun siyasətidir. Bizim məsələyə gəldikdə onun rolu çox vacib idi. Çünki Azərbaycan və Ermənistan danışıqların yekun mərhələsində olarkən Prezident Trump və onun komandası elə bir çərçivə yaratdı ki, sülh mümkün oldu. BTV Xəbər.az